Bağışlayan və mehriban Allahın adı ilə dostlar, salam, hər vaxtınız xeyir olsun. İzləyicilərimizdən bəziləri sual edirlər ki, yeni çıxan düzələri nə cür saxlayaq ki, tələf olmasınlar və sağlam tez böyüsünlər. Bu günlərim yeni çıxan düzələrin saxlanılması barəsində danışacağım. Dostlar, əvvəlcə düzələri etibarlı və sağlam şəxslərdən alın. Düzələrin sağlam olması üçün onları satan insanların da, aldığınız insanların da sağlam olması şərtdir. Çünki qeyri-sağlam insanlardan sağlam düzələr sizə gəlməyəcək. İkinci şərtlərdən biri budur ki, dostlar, düzələrin daşınma zamanı mütləq diqqət etməlisiniz ki, düzələr soyuq almasınlar, daşınma qabları düzgün olmalıdır, yəni havasız yerdə daşınmamalıdır. Bunlar mühümdür, amma ən əsas mühüm şərtlərdən biri budur ki, düzələrin saxlanc yerlərində temperatur 30 dərəcə, 30-32 dərəcə olmalıdır ilk həftələrində. Yeni çıxan düzələrin 7 gün ərzində saxlanc yerlərində temperatur 30 dərəcə olmalıdır. Bunu biz özümüz, əlimiz, nə bilim, nəydənsə biz bunu yoxlamamalıyıq. Yəni, bəziləri deyir ki, ay nə bilim, yeşiyin ağzını açdım, üzümə isti vurdu, otağa girdim, isti vurdu. Belə deyil. Termometr deyilən bir şey var, bütün apteklərdə, baytarlarda satılır. Alırsınız, yerdən 5 cm hündürlükdə düzələrin saxlanc yerlərində qoyursunuz və termometri otağın istiliyinə nəzarət edirsiniz. Bu, əsas şərtlərdən biridir, dostlar. Yəni, düzənin ilk həftəsində 30 dərəcə temperatur olmalıdır, 30-32 dərəcədə olsa olar və sonraki həftələrdən etibarən hər həftə 2-1,5 dərəcə aşağı salmaq şərti ilə bu cürə davam eləyəcəksiniz və 25 dərəcədə istiliyi sabit saxlayıb qoruyacaqsınız. Dostlar, növbəti videolarımda düzələrin yemlənməsi və digər prosedurlar barəsində danışacağam inşallah. Videonun davamını istəyirsinizsə, inşallah ki, səhifəni takib edin və paylaşımımı, postumu bəyənin ki, inşallah növbəti maarifləndirici videolarımız da sizlərin önünə çıxsın. Allah amanda qalın.